Elə ixtisaslar var ki, onlar daha çox praktiki öyrənilməlidir. Onlarda laboratoriya şəraiti tələb olunmur. Həmin peşələrin tədris müddətinin azaldılması ilə bağlı müzakirələr aparılır. Təhsil eksperti Elçin Əfəndi deyib ki, əsasən IT yönümlü və bu kimi digər ixtisasların tədris müddəti 4 ildən 3 ilə endirilə bilər. Daha sonra ikinci ixtisas qrupuna aid biznesin idarə edilməsi, maliyyə və sair ixtisaslarda qeyri-ixtisas fənlərinin tədrisi səbəbindən təhsil 4 il çəkir. Biz o qədər də tərəfdarı deyilik ki, qeyri-ixtisas fənlərinin hesabına tələbələr 3 il ala biləcəklər, təhsili 4 il alsınlar. Düşünürəm ki, biz yəqin ki, qarşıdakı 5-6 il ərzində artıq bu qərarı qəbul edəcəyik biz. Ali təhsil müəssisələrinin bəzi bakalavr pilləsində olan ixtisasların müddəti 4 ildən 3 ilə enəcək. Nəticədə əmək bazarında ixtisaslı kadrların daha tez buraxılması və iş təminatını bir qədər yaxşılaşdırmaq mümkündür. Tələbələr konkret olaraq öz ixtisaslarını və ixtisasları əhatə edən fənlərə yiyələnməlidir. Ekspert bildirir ki, bunun müsbət tərəfləri çox olacaq. Dünyanın əksər ölkələrinə nəzər salsaq, texnologiyanın sürətli inkişafı və müasir çağırışlar daha uzun müddətə yox, qısa müddətə praktiki əsaslarla nəsə öyrənməyə maraqlıdır. Mütəxəssislər qeyd edir ki, biz də tədricən buna keçid etməliyik. Cənubi Koreya, Yaponiya, Sinqapurda artıq elə müəssisələr var ki, onlar minimum 6 ay, maksimum 1 il yarım müddətinə bəzi sahələrdə kadr hazırlığını artıq həyata keçirirlər. Zərintac Mayıs qızı, Təbriz Quliyev, Misya TV.